Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Qəzəb insanın içində alışan, görünməz bir alovdur. Əgər bu alovu imanla söndürməsən, o ağlı külə çevirər. Lakin bu alovu imanla söndürən ən böyük qələbəni qazanar. Peyğəmbər salavatullah buyurur: güclü o deyil ki, başqasını yıxsın. Güclü odur ki, qəzəbi zamanı özünü saxlasın. Çünki qəzəbi udmaq insanın nəfs üzərində qazandığı ən böyük zəfər və tərbiyənin ən ali mərhələsidir. Bugünkü verilişimizdə qəzəb mövzusunu qonağımız Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev ilə birgə müzakirə edəcəyik. Fuad müəllim, xoş gəlmişsiniz. Necəsiniz? Çox sağ olun, minnətdaram. Biz təşəkkür edirik, sizi verilişimizdə görmək xoşdur. Quran-ı Kərimdə buyurulur: o müttəqilər ki, bolluqda, qıtlıqda, mallarını yoxsullara xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. Fuad müəllim, İslam dinində qəzəb mövzusu nə qədər əhəmiyyətlidir? Quran-ı Kərim və hədislər qəzəbi necə dəyərləndirir və bu hal qarşısında insanın necə mübarizə aparmasını tövsiyə edir? İnsan qəzəbinə hakim ola bilməyəndə, nəfsi tərbiyə prosesində hansı mənəvi çətinliklərlə üzləşir? Minnətdaram, məni bu verilişə dəvət eləmişsiniz. Bir xeyli müddətdir ki, verilişə dəvət olunmurdum. Təbii ki, elə istəkdə idim, gözəl bir mövzu olsun və o mövzu ilə bağlı da mən də dəvət alam və bu barədə də yaddaşımızda olan bildiklərimizdən bizi görənlərə, eşidənlərə də bir töhfə verə bilək. Və bu mövzunuz çox aktual bir mövzudur. Bugünkü gündə həqiqətən də Allah Taala insanı yaradıb və insana xüsusi xislətlər, xasiyyətlər, davranışlar verib. Təbii ki, insan oğlunda, insan övladında bir çox xarakterlər var ki, bir çox xasiyyətlər var ki, onlar müsbət mənada görülür və başa düşülür və qəbul olunur və bir gün həyat, mənəviyyat üçün, insanlıq üçün çox vacibdir və gərəklidir. Bəzi xarakterlər var ki, düzgün onlardan istifadə etməyəndə təbii ki, onlar yanlışlığa insanı aparır, insanı günahlara aparır, insanı xətalara, səhvlərə və təbii ki, müqəddəs Quran buyurmuş ki, insan xətakardır, insan səhv edəndir. Amma insanın böyüklüyü də ondadır ki, öz səhvini başa düşə, dərk eləyə və o səhvdən qayıda bilə. O hallar ki var insan övladında, məsələn, o hisslər deyərdim də, o qəzəb hissi, o qeyz hissi, o məsələn, emosiyalar, bunlar olmasa insan normal insan kimi tanına bilməz. Bunlar gərəkdir, insana mütləqdir, insan üçün olmalıdır. Amma bunları başlı başına buraxmaq olmaz. Gərək bunları tərbiyə edəsən, bunları formalaşdırarsan, bunların istifadəsini düzgün yerindəcə bilmək şərtdir. Necə ki, siz Müqəddəs Quran-ı Kərimin Ali İmran surəsinin 134-cü ayəsində ki, necə Allah Taala buyurur, o müttəqilər ki, yəni bolluqda da istər bolluq var, imkanları olduğu vaxtda da istər, yəni imkansızlıq vaxtda da onlar hər zaman ehsan edərlər, dəstək olarlar, kimsələrə ehtiyac olanlara öz imkanlarından paylayarlar, baxmazlar ki, bolluqdur ya qıtlıqdır və ətrafındakı olanlara qəzəblərini boğarlar, səbirli olurlar, təmkinli olarlar, onları anlayarlar, başa düşərlər və bu insanlığın ən yüksək məqamlarındandır və qarşıdakının səhvini bağışlayar, günahını bağışlayar, əff edər onu. Əff etmək böyük bir xarakterdir ki, Allah əff edəndir, bağışlayandır, Allah bəndəsidir, gərək bağışlayanlardan olsun. Yəni bunu bizim müqəddəs Quranımız bizim qarşımıza tələb kimi qoyur. Allah yaxşılıq edənləri sevir, təbii ki, ayədə qeyd olunduğu kimi. Və yaxud Quranın başqa surəsi, qəzəblə bağlı çoxlu surələrdə bu söz işlədilir, bizə rast gəlir. Amma bu Şura surəsinin 37-ci ayəsində də bunlar o kəslərdir ki, böyük günahlardan və çirkin günah işlətməkdən uzaq olarlar və qəzəblərini boğarlar.
Həqiqətən də qəzəbi boğan insan günahlardan uzaqlaşar, günahlardan yəni özünü xilas etmiş olar. Məsələn, Peyğəmbərimizin hədislərində, istər imamların, əimmələrin hədislərində qəzəblə bağlı gözəl tövsiyələr və gözəl yollar bizə göstərilmiş. Məsələn, Peyğəmbərimizin o deyilən, qəzəblə bağlı deyilən hədislərinin mənə çox xoş olur və həqiqətən də ləzzət verən gözəl bir hədisdir ki, mən özüm üçün onu yaddaş xəzinəmə qızıl o səhifəsində yazmışam, həkk eləmişəm ki, Peyğəmbərimiz buyurur ki, qəzəblənən zaman gedin dəstəmaz alın. Baxın, məsələn, qəzəb şeytandır, Rəsulullah buyurur. Qəzəb şeytandır. Qəzəbləndiyi zaman gedin dəstəmaz alın, çünki şeytan oddan xəlq olunub və odu söndürmək üçün onun üzərinə su tökürsən və sən dəstəmaz alanda o bədənin əzalarına ki, o suyu vurursan, artıq bədəndə olan o qəzəbin, o enerjinin, o hissləri, əsəbin hissləri başlayır soymağa, insana təmkin verir və hətta insan, mən görmüşəm ki, əstəğfirullah Rabbi və ətubu iləyh, istiğfara gedir. Məsələn, az qalır ki, qəzəb neynəsin? Onu hədd və hududlardan keçirsin. Ona görə Həzrət Əli Əleyhissalam deyir ki, öz qəzəblənən vaxtı qəzəbini boğa bilməyən insan bizdən deyil. Təsəvvür edirsiniz. Məsələn, həqiqətən elə Həzrəti Əli Əleyhissalamın dediyi gözəl hədislərdə mən həmişə bu hədisi də hər zaman özüm üçün yaddaş edirəm və təbii ki, qəzəblənməyən insan yoxdur. Normal insan qəzəblənə bilər, hisslənə bilər. Fitrətimizdə də o qəzəb hissi. Əlbəttə ki, Allah onu bizim fitrətimizdə qoyub. Məsələn, ətraf mühitdə elə bir hallarla rastlaşırsan ki, müxtəlif olunanlara, gördüklərə əsəbləşirsən, qəzəblənirsən, amma bunu Allahın dediklərinə qulaq asdıqda, Peyğəmbərin buyurduqlarına qulaq asdıqda, məsələn, şəxsiyyətlərin, övliyaların, imamlarımızın dediklərini qulaq asdıqda, sən qəzəbindən, yəni istifadənin nə formada, qayda, qanun formasını bilirsən. Bəli, məsələn, hətta insan ailədə hər birimiz övlad böyütmüşük və böyüdürük də. Övladlar birdən səhv hərəkət edəndə sən mülayim ona bir sözü deyirsən. O qəbul etməyəndə, anlamayanda, biraz qəzəbli halda o sözü deyəndə, təbii ki, o görürsən, o təsir tapır və uşaq görürsən, həmin haldan təsirlənir və başa düşən, dərk edən onu neyniyir? Da təkrar eləmək istəmir. Nədir bu? Qəzəbin də məqamda faydası və xeyri var. Əlbəttə ki, amma yeri gəldi, gəlmədi, sən əsəbləşəsən, qəzəblənəsən hər birinə qarşı, bu ədəbdən kənardır. Ona görə Həzrət Əleyhissalam buyurur ki, çox gözəl bir hədisdir. Həzrət buyurur, əl-qəzəbu tufsidul iman. Qəzəb imanı aradan aparar. Kəma tufsidun narul hətəb. Necə ki, məsələn, od yanan zaman odunu götürürsən, odun içine atırsan, biraz keçəndən sonra nə görürsən? Odundan əsər əlaməti yoxdur. Əl-qəzəbi tufsidul iman. Kəma tufsidun narul hətəb. Necə ki, od yəni fasid edir, aradan aparır, külə döndərir və qəzəb də insan o qəzəbinin qarşısını almasa, qəzəb onu yandırar, külə döndərər və puç eləyər və sonra insan başa düşəndə, dərk eləyəndə, peşiman olanda nə baş verir? O qəzəb vaxtı törətdiklərinin qarşısını almaq üçün ya kimsədən bağışlanmalıdır, üzr istəyir, hətta bəzi üzrlər o boşluğu doldurmur. O etdiyi əməllərin xeyrini, faydasını vermir və o səhv ki, o addım ki, qəzəb vaxtında onu atıb, onu görürsən sonra yığıb-yığışdırmaq olmur. Necə ki, Həzrəti Əli Əleyhissalamın buyurduğu gözəl hədislərin birində yenə də qəzəblə bağlı Əmir-əl-Möminin gözəl deyir. Əl-qəzəbu narun muğadatun. Mən kəzəməhu ətfəəha. Mən ətləqəhu kana əvvəl muhtərqin bih. Çox gözəl bir hədisdir ki, deyir, qəzəb şölələnən bir oddur. Yəni, necə Peyğəmbər buyurur ki, şeytandır, oddur, təbii, hər yeri yandırır. Qəzəb şölələnən bir oddur. Əgər bu odu vaxtında boğmasan, söndürməsən, onu başlı başına buraxsan, o ətrafı yandıracaq, yaxacaq, məhv edəcək və onun qarşısını almaq olmayacaq. Məsələn, bir evi yandırma, bir uşaq, nadan uşaq, bilmədən bir kibrit vura,
bir pərdiyə evdə və o həmin onun vurduğu bir kibritin odu söndürülməsə nə baş verər? 1-2 saatdan sonra evdən bir əsər əlamat qalmaz ki. Eynilə insan mənəviyyatı, insan əxlaqı, insan ruhiyyəti də belədir. Seyid, həqiqətən belədir ki, məsələn, insan özlüyündə qəzəblənibsə gərək istiğfar edəsin, gərək qəzəbini söndürsün vaxtında, zamanında. Əgər söndürməsə, birinci odda kim yanacaq? Özü yanacaq. Belə hadisələri biz çox görmüşük. Həqiqətən də insanlar qəzəblənib, əsəbləşib və ətrafdakılar, böyük, kiçik kimsə ona səbirli ol, Allah şeytana lənət eləsin, qəzəblənməyin, qəzəbinizi boğun, o qəzəbini başlı-başına buraxıb, birinci o qəzəbdə, onun odunda özü yanıb, sonra peşiman olub və peşimançılıq hər zaman fayda verirmi? Vermir. Çox təəssüflər olsun ki, və bir gün mühit və zamanımızda həqiqətən də baxanda ətrafa görürsən ki, məsələn, ailə məişət məsələlərində, maddi durumun çətinliyində, görürsən, bir çox maddi problemlərlə qarşılaşan insanlar çox vaxtı əsəbi və qəzəbli olurlar. Məsələn, qəzəblə insan başa düşməlidir. Qəzəblə bir məsələni həll etmək olarmı? Kimsənin üstünə qışqırmaqla məsələni həll etmək olarmı? Xeyr. Qəzəbin bir, yəni, əksi var. O nədir? Səbirdir. Necə ki, hədislərdə buyurur ki, əimmələrdən də gözəl hədisdir. Əs-səbru miftahul fərac. Yəni, səbir bütün çətinliklərin, bütün problemlərin nə idi? Açarıdır. Onu açır və o problemləri aradan aparır. Amma qəzəb isə bunun əksidir. Qəzəb bütün gözəlliklərə nə vurur? Açar vurur. Onun üstünü örtür. Ona qaranlıq bir pərdə çəkir. Hətta insanın ehtiram və hörmətini aradan aparır. Nə qədər biz insanlar görmüşük ki, məsələn, qəzəbini başlı-başını buraxıb, elə bir o qəzəbdən ailə, məişət məsələlərində bacı, qardaşla, məsələn, bir gün məsələn, ana oğulla, ya ana qızla, məsələn, bir gün biz internet səhifələrində oxuyuruq ki, filan rayonda, filan bölgədə, məsələn, oğul, 15 yaşlı oğul öz anasına əl qaldırdı və yaxud böyük bir cinayət baş verdi və atanı öldürdü, ananı öldürdü, Allah uzaq eləsin. Nədən baş verir bu? Məsələn, ana, ata övlada nəsə deyib, öyüd nəsihət üçün, onu hidayət edib, harasa pis əməldən əl çəksin, kimlərlənsə gedib yoldaşlıq eləməsin və yaxud ən azından, məsələn, bir gün səhər axşam bir yeniyetmə əlində mobil telefon və gününü, saatlarını onunla keçirir. Ana və ya ata, sən bunu tərk elə, buna lazım olan qədər bax və ondan, necə deyərlər, məşğul ol, gəl, sən də bir dəstək ol evin qayğılarına, amma təbii ki, bu övladı qəzəbləndirir, əsəbi və yaxud, məsələn, oxumuşam mən internet səhifələrində, ana balasından, qızından telefonu alıb, nə baş versə yaxşıdır, övlad o qədər qəzəblənib və əsəblənib bu hala gedib, intihara gedib, özünü intihar edib. İntihar böyük günahlardan hesab olunur dinimizdə və bu insanın məqamı da oddur. Görürsünüz, həqiqətən də qəzəb nə elədi? Bir anlığa o insanı apardı, odun içərisinə saldı və kim bunu oddan xilas edə bilir? Məsələn, valideyn illərlə zəhmət çəkib bu övladı böyütmək üçün gecələrini, günüzlərini gecələrinə qatıb ki, bir övlad böyütmək çox çətin bir məsələdir. Və nə üçün onu böyüdüb ki, bu şəxsiyyət olsun, insan olsun, cəmiyyətə dəyərli bir yəni vücud kimi, bu günləri şəxsiyyət kimi yaşasın və valideyn də ona baxıb onun həyat tərzindən fəxr eləsin. Amma çox təəssüflər olsun ki, övladın qəzəbi onu fəlakətə və uçurma apardı və nə elədi? Nə elədi? Ailəni də bədbəxtçiliyə giriftar elədi. Amma insan qəzəblənə bilər. Qəzəb lazımdır. Harda? Düşmənin qarşısında. Həqiqətən də, məsələn, namərdin, şəxsiyyətsizin qarşısında sən qəzəblənə bilərsən və ona öz qürurunu göstərmək üçün ki, bil ki, sənin qarşında duran kimdir? Bəli, Azərbaycan torpaqlarının 30 ildən yuxarı işğalı var idi. Biz bunu yaşadıq və gördük və mənfur düşmən torpaqlarını işğal eləmişdi. Biz səbirlə və təmkinlə bir xalq olaraq gözlədik. Bütün
addımları atdıq və dünya insanlığını, dünya dövlətlərini biz yəni o işğalından biz barışmırıq və o nöqtəyə cəlb elədik ki, bizim haqqımız tapdalanıb. Biz bu gün əlbəttə ki, bu qəzəbi bu gün boğuruq, səbr edirik ki, qan tökülməsin, heç bir ana gözü yaşlı qalmasın. Amma nə baş verdi? Dünya ölkələri sustular, bizim haqqımız müdafiə olunmadı. Amma ölkə rəhbərimiz Allah dövlətimizi, millətimizi, xalqımızı, ordumuzu qorusun. Allah şəhidlərin ruhunu şad eləsin. Amin. Və Allah qazilərimizə can sağlığı versin. Dedi, bəli, bir yolu sülh yoludur ki, biz səbirli xalqıq və istəyirik sülhlə, səbirlə bu haqqımıza sahib olaq. Yoxsa bizim səbrimiz tükənəcək, bir gün qəzəbimiz düşmənə özünü göstərəcək və biz düşmənə o qəzəbi göstərdik, haqqımıza haqq olaraq sahib oldu. Necə ki, ölkə rəhbərimiz dedi, bizim işimiz haqq işidir, biz haqq işini görürük. Bəli, gördük və biz bir yumruq olaraq birləşdik və o yumruğu dəmir yumruğa çevirdik və düşmənin başına o zərbəni indirdik, onun başını əzdik. Bəli, qəzəbsiz insan yaşaya da bilməz. Təbii ki, necə dediyimiz kimi, o bizim fitrətimizdə var. Amma məqamında, yerində bundan düzgün istifadə etmək. Məsələn, bir məqamı da qeyd edeyim. İstərdim ki, tarixə biz nəzər yetirəndə Həzrəti Peyğəmbərimizin həyatda bir çox müharibələr, qəzavatlarda olub və müharibələrdə iştirak edib Rəsulullah. Biri də 627-ci ildə Hicri Şəmsi tarixində var bu. Peyğəmbərin vəfatından bir 5 il qabaq olmuş Xəndək müharibəsi. Təbii ki, Məkkə müşrikləri var güclərindən çalışırdılar ki, harda olsa belə Peyğəmbəri qətlə yetirsinlər və yenidən o bütpərəstliklərini bərpa eləsinlər, istədilər səviyyədə. Hələ Məkkə o zaman deyək ki, fəth olunmamışdı. Və Əbu Sufyan qoşunun başında elə durardı və başqa Məkkə müşrikləri yığılardı. Nəhayət Peyğəmbərə xəbər çatdı ki, yenidən Məkkə müşrikləri Mədinəyə hücum edəcəklər və istəkləri müsəlmanları öldürməkdir, qətlə yetirməkdir və İslam dinini aradan götürməkdir. O zaman Peyğəmbərin sahabası Salman-ı Farsi Peyğəmbərdən bu və sözü eşidəndən sonra məsləhət görüldü ki, gəlin Mədinənin ətrafına xəndək qazılsın ki, düşmən xəndəyin eni bu, dərinliyi bu və düşmən atlarıyla o zamanda demək olar ki, bir 3000-ə qədər əgər müsəlman qoşununda insan yığılmışdırsa da, bir 10.000-ə qədər düşmən tərəfdə və bunların 600 atlısı var idi hətta. Bunların içərisində bir Əmr ibn Əbdülvud da deyirlər. Bəlkə də onlar düşündüyünüzdür, bu bir yəni bir bütün xidmətçisi mənasını adı verir. Əbdülvud, Əbdəvud belə bir adla məşhurdur. O, yəni düşmən cəngavəri olub, qeyri-adi bir vücuda, cazibiyə sahib, bədheybət bir pəhlivan olub. Bəli, pəhlivan olub. Təbii ki, həmin o müharibədə Həzrət Əleyhisselam ondan vuruşdu və onu qətlə yetirdi. Həzrət onu qətlə yetirdi və ona imkanlar verdi. O həmin müharibə tarixin səhnəsində vəsf olunub. Həzrət onu qətlə yetirdi və qətlə yetirəndən sonra nə mənada? Həzrət əvvəl onu vurdu, o düşdü atından yerə. Hətta onun atı o xəndəkdən keçməməyi halda atının ayaqlarını belə peyləmişdi o qəzəbindən. Yəni necə sən sıçraya bilmirsən bu xəndəyi? Xəndəkdən atdan da sıçramaq qeyri-mümkün idi. Nəhayət Həzrət Əli ilə o vuruşdu. Həzrət Əli onu məğlub etdi və həmin səhnəni tarix yazır ki, o atdan düşəndə və ağzının suyunu və qeyri-adi sözlərlə, əxlaqsız, nalayiq sözlər işlədərək Həzrətə qarşı və ağzının suyunu atdı Həzrətin üzünə. Da biz ədəb, əxlaq baxımından tütürdü demirik və bu haldan onun etdiyi hərəkət və dedikləri Həzrəti əsəbləşdirdi. Həzrət Əli qəzəbləndi. Hamı, bütün düşmən tərəfdən də və müsəlmanlar tərəfdən də bu səhnə müşahidə olunur. Həzrəti Əli
o düşmən ki atdan yerə salınıb və Həzrət onu necə deyirlər, indi bir an qalır ki, başını kəssin, bədəndən ayırsın, onu qətlə yetirsin. Necə ki, İslamda bu qanunlar da var idi ki, ərəb dünyasında da bu cür, yəni təkbətək fərdlər vuruşardı, sonra qoşun qoşuna qarşı, yəni hücuma keçərdi. Və Həzrət bir neçə dəfə Əmir ibn Əbdəvudun ətrafına fırlandı, dairəvi. Hamı baxır. Çox maraqlı bir məqamdır və bir neçə dəfə fırlanandan sonra onun ətrafına, sonra sonuncu zərbəni indirdi onun üzərinə, onu qətlə yetirdi, lənətə vasıl oldu. Soruşdular, ya Əli, o ki bu hərəkəti elədi, sən niyə elə birbaşa onu qətlə yetirmədin? Dedi, mən qəzəblənmişdim. Öldürsəydim öz nəfsimə görə. Əgər mən onu həmin anda öldürsəydim, öz nəfsimə görə onu öldürmüş olmuş olardım. Amma mənim etdiyim iş İslama xatir, İslam üçün olduğu üçün bunlar müşrik, İslamı məhv etmək üçün gəlmişlər və artıq mən bir neçə dəfə onun ətrafına dövrə vurduqdan sonra qəzəbim aradan getdi, qəzəbi boğdum. Çünki imamın hədis var, qəzəblərini boğa bilməyənlər bizdən deyil. Bəli, həqiqətdir ki bu. Həzrət Əli deyir ki, bəli, mən artıq qəzəbimi boğandan sonra bildim ki, gördüyüm bu iş İslama xatir, Allaha xatirdir və sonuncu məqamda o işi də gördüm. Və həqiqətən də bu biz üçün nümunədir bunlar. Biz dərk eləməliyik ki, bu günləri hər birimiz qəzəblənməyə bilmərik. Amma qəzəblənən zaman sən dayanmalısan, səbirli olmalısan, bağışlamağı bacarmalısan, əfv etməyi bacarmalısan. Bu böyük bir əxlaqdır, böyük bir tərbiyədir, böyük bir nümunədir və bunu bizim Qur'anımız, İslamımız bizdən istəyir ki, bu İslamın əxlaq məktəblərindəndir. İmam Sadiq əleyhissalam buyurur, kim öz qəzəbinə sahib deyilsə, ağlına da sahib deyil. Fuad müəllim, daima qəzəbli, hirsli və hər şeyə əsəbləşən bir insanın imanına bu hal necə təsir edir? Çox pis təsir edir. Məsələn, daim qəzəbli olan insan, hirsini boğa bilməyən insan özünü hörmətdən salar. Həm ailədə, həm cəmiyyətdə, yəni kimsə onu sevməz. İnsan qəzəblənməmək mümkündür. Təbii ki, mümkündür qəzəblənməyəsən. Amma elə qəzəbli olaraq ona acı söz, ona kəskin bir ifadə, hətta hədislərdə mən oxumuşam, tarixi məqamlarda var ki, məsələn, bir gün bir şəxs özünü İmam Cəfər Sadıq əleyhissalama sahabə hesab edirdi, öz-özlüyündə belə hesab edirdi. Çox vaxtı çalışardı imamdan addımlasın. Bir dəfə yol boyu addımlayırdılar. Birdən həmin şəxs böyük imkan sahibi idi. Onun xidmətçisi yaxınlaşdı ona, nəsə dedi, nəsə demədi. Bu qəzəbləndi o xidmətçiyə və vələdə zina deyərək rədd ol buradan qışqırdı onun üstünə. İmam durdu, dayandı. Bunun etdiyi hərəkətə normal bir hərəkət deyildi. Dedi, sən mənim yanımda addımlayırsan mənlə bircə. De görüm, o qul ki var, sənin qulundur o. Dedi, bəli, mənim qulumdur o, mənə xidmətçidir. Dedi, sənin yəqinin varmı o vələdə zinadır? Dedi, yox. Mən qəzəbləndim, əsəbləşdim, ona görə onu təhqir elədim, bu sözü dedim. Dedi, ged onun halallıq al və bu gündən mənim yanımdan uzaqlaş ki, nə qədər sənin odun məni yandırmayıb. Görürsünüz, yəni qəzəb həqiqətən də şeytandır, oddur. Yəni o insan ki, əgər ətrafında olanlara qəzəblə müraciətlər və hökm, qışqırıqlar o insanı hörmətdən salar, o od insanı yandırıb külə döndürər. İmam Əli əleyhissalam buyurur, Allahın Peyğəmbəri salavatullah dünyaya görə qəzəblənmirdi. Ancaq haqqa görə qəzəblənsəydi, heç kəs onu tanımazdı və haqqın intiqamını alana qədər heç nə onun qəzəbinin qarşısını ala bilməzdi. Fuad müəllim, qəzəb Allahın insana verdiyi təbii hisslərdəndir. Bəs bu hissin əxlaqi və qeyri-əxlaqi formaları necə fərqləndirilir? Təbii ki, dediyimiz qaydada, məsələn, yeri məqam gələndə insan qəzəbindən istifadə etməlidir. Yəni, dediyim qaydada dinimiz də bu tələbi qoyur bizlər üçün. Məsələn, qarşıdakı haqqı tapdalayırsa, haqqı pozursa, kimsələrin haqqına girirsə, ona qarşı qəzəblənmək lazımdır. Və qəzəbli halda ona o sözü demək lazımdır. Bu, yəni qürurdur. Bu, haqqın tələbidir. Məsələn, mən görürəmsə bir məzlumun haqqı tapdalanır, bir imkansıza qarşı haqsızlıq olunur, sən sakitcə, məsələn, o təkəbbür əhlinə gedəsən,
eləmə. Sən təkəbbür əhlindən gəlib təkəbbür olasan o məqamda. O bilsin ki, bəli, mən ki kimsənin haqqına çıxmışam və hamı məzlum yazıq deyil və bir gün Allah tərəfindən o zalimin də cəzasını verən Allah tərəfindən ayrılacaq, gələcək, onun başını əzəcək. Həqiqətən də əxlaqi dəyərlərdə bunlar öz-özlüyündə gözlənilir və o addımlar da atılmalıdır və onun müqabilində də Allahın mükafatı var insan üçün. Amma yeri gəldi, gəlmədi, yox. Məsələn, valideynə qarşı qəzəblənmək olarmı? Yox. Əxlaqi dəyərlərdə bu çox önəmlidir. Məsələn, ola bilər, valideynin mənə qarşı hər hansı bir hərəkəti etsin, mən necə ki müqəddəs Quranın buyurduğunda vəla təqulu uffin. Siz ona uf deyə bilməzsiniz. Ay bezdim səni, ay incidim, canım filan anaya ya ataya qarşı xeyr. Sən səbirlə, təmkinlə bu əxlaqi dəyərlər mütləqdir ki, insan məqamında demirəm ki, məsələn, insanın qəzəbi. Mən övladam və valideyn qarşısında həqiqətən də səbirli, təmkinli, təvəkkülkar olmalıyam. Bu, əxlaqın formalaşmasında çox önəmli bir məsələlərdəndir. İnsanlar bunlara müqəddəs Quranın dediyi qaydada, Peyğəmbərlərimizin buyurduğu qaydada riayət etməlidir. Fuad müəllim, verilişimizə gəldiyiniz üçün İslam Deyici kollektivi adından sözlərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Var olun, Allah sizdən razı olsun. Allah bizi səbir sahiblərindən qərar versin. Amin. İnşallah. Təşəkkür edirik müəllim. Xəndək savaşında məğlub olmuş pəhləvan İmam Əli əleyhissalamın üzərinə tüpürdü. Lakin İmam Əli əleyhissalam qəzəbə qapılmadı. Səbir və hikmətlə dayandı. Göstərdi ki, həqiqi güc başqalarını yıxmaqda deyil, nəfs üzərində qələbədədir. Qəzəbə təslim olmayan insan səbir və əxlaqla hərəkət etdikcə ruhunu və imanını ucaldar. Allaha əmanət olun.